Qəbul imtahanına düşə biləcəyi maraqlı bir sualın izahına baxaq gəlincə yerdə. Məndən bu funksiyanın törəməsini istəyir. Gəlin birinci törəməsini tapaq, daha sonra isə sıfırı yerinə yazarıq. Deməli, fx funksiyasının törəməsini tapmaq üçün bilirik ki, y üzərində bir fx funksiyası varsa, yaxşı gəlin fx-lər qarışmasın, buna deyək jx. O zaman jx-in törəməsi vurulur y üstündə jx-ə. Bu bizim tətbiq edəcəyimiz düsturdur. Hara? Bax bu hissəyə. Deməli, bunun törəməsini tapdığımız zaman biz 2x kvadratı üstəgəlinsin 3x-in törəməsini vurmalıyıq. Y üzərində 2x kvadratı üstəgəl 3x-ə. Üzərinə isə bunun törəməsini tapırıq. Deməli, 4 keçir qabağa vurulur 7-yə 28, x üstü 3. İndi gələk bunun törəməsini tapanda 2 vurulacaq 2-yə 4, x, bu da 3 verdi bizə. Y üstündə 2x kvadrat üstəgəl 3x üstəgəl 28x kubu. İndi isə törəmədə 0-ı yerinə yazaq gəlin. Birbaşa yazacağım. 4 vurulsun 0. Üstəgəl burada 3 idi. Bunu mötərizəyə alaq biz. 3. Y üzərində deməli 2 vurulsun 0-ın kvadratı üstəgəl 3 vur 0. Üstəgəlinsin 28 vur 0. Hesablasaq, yəqin ki, buradan çatar yerimiz. Bunun cavabı 3 elədi. Y üstündə 0, üstəgəl 0. Y üstü 0, 1 verdi. 3 vur 1, 3. Üstə də 0 gəldi. Cavab alındı 3. Bu qədər.